Eşşək şirdən soruşur ki, şir, olar insanlar haqqında sənə bir sual verim. Şir də buyur. Deyir, mən insanlara hər zaman yaxşılıq eləyib onların yükünü daşıyıram. Amma onlar deyir, öz aralarında ən xoşlamadığı pis insanlara eşşək deyib məni pis qələmə verirlər. Halbuki mən onlara pislik eləmirəm. Hər zaman yüklərini daşıyıb yaxşılıq eləyirəm. Amma deyir, sən onlara pislik eləyirsən, onları qorxudursan, onları görəndə yeyirsən, ən xoşladığı insanlara şir deyirlər, səni yaxşı qələmə verirlər. Niyə belədir? Şir də deyir ki, ah deyir, eşşək qardaş, sən bu insanların çoxsunu tanımırsan, onlar öz aralarında da elədilər. Bir-birinə yaxşılıq edib, yükünü daşıyana lox deyib, elə bilirlər ki, məcburdur ona yaxşılıq edib, onun yükünü daşımağa. Halbuki deyir, pislik eləyənə hər zaman yaxşı gözlə baxırlar. Bunların çoxsu belədir deyir.